İndi isə uşaqlar bizə alim və padişah tamaşasını göstərəcəklər. Biri var imiş, biri yox imiş. Qədim zamanlarda xeyirxah bir padişah var imiş. Bu padişahın çoxlu oğul övladlar varmış. O, hər kəsin dərdini dinləyərmiş. Ancaq bir oğlunun dərdinin qarşısında aciz qalarmış. Vəzir, gəl bura. Padişah sağ olsun, buyurun. Get mən öz ölkəmin alimini gətir. Acda padişahım. Vəzir çox getdi, çox dolaşdı. Axırda ölkənin ən ağıllı alimini tapıb gətirdi. Padişah sağ olsun, alimi tapıb gətirmişəm, gəlsin. Gəlsin. Padişah sağ olsun, buyurun. Sən ölkəmin ağıllı alimisən. Dünyanın bütün həkimlərini gətirmişik. Lakin oğlum bu dərdinə heç biri əlac tapa bilməyib. Son güvənim sənədir. Sənə bir həftə vaxt verirəm. Ya oğlumu bu dərddən qurtar, ya da səni məhbəsə atdıraram. Padişah sağ olsun, baş üstə. Oğlum, sən niyə belə qəmginsən? Mən həyat tez bilməyənə görmürəm. Axı sən hələ cavansan, ömrünün çox hələ qabaqdadır. İlahi, mən padişahın oğlunun dərinə çarə tapa bilmədim. Elə məhbəsdə çürüməkdənsə, bu məmləkətdən baş götürüb getmək lazımdır. Alim biraz getdikdən sonra bir çobana rast gəldi. Gördü ki, çoban qoyun otarır. Salam, çoban qardaş. Salam, yolcu qardaş. Hardan gəlib, hara gedirsən? Mənim başıma bir əhvalat gəlib ki, gəl görəsən bizim padişahın oğlu xəstədir. Nə qədər yerdən həkimlər gəlib, onun dərinə çarə tapa bilmədilər. İndi də padişah məni çağırır. Bir həftə möhlət verdi. Əgər onun oğlunun dərinə çarə tapa bilməsəm, onda məhbəsdə çürüyərəm. Mən də bu məmləkətdən baş götürüb gedirəm. Görürəm uzun yol gəlmisən, yol yorğunsan, gəl. Allah verəndən yeyib çək. Sonranız üçün narahat olmayın. Allah kərimdir. Peki. Yeməkdən sonra alim çobanın həyatı ilə maraqlanır. Ay çoban qardaş, sən nə vaxtdan bu işlə məşğulsun? Lap uşaqlıqda atam da, babam da bu işlərlə məşğul olub. Bəs bütün ömrünü bu dağlıqlarda, çəmənliklərdə keçirmək səni heç usandırmır? Adam öz zəhmətinin bəhrəsini görəndə heç yorulmur. Alim biraz fikirləşdikdən sonra çobanla halallaşıb yola düşdü. Çoban qardaş, haqqını helal elə, yolçu yolda gərək. Alim biraz getdikdən sonra dayandı. Aman Allahım, mən hara gedirəm? Padişahın oğlunun dərinə tapdım. Gedim bunu padişaha deyim. Alim gəlib saraya çatdı. Padişah sağ olsun, alim gəlib, çağırım. Çağır. Padişah sağ olsun, mən oğlunuzun dərinə çarə tapdım. Əgər oğlunuzun həyata yenidən başlamasını istəyirsinizsə, onda mənim dediyim əvvəl edin. Ona ciddi və məsuliyyətli bir iş tapşırın, qoyun işləsin. İnsan hər şeyi hazır görəndə zəhmətin qədrini bilmir. Oğlun işləməlidir, zəhmət çəkməlidir ki, həyatın nə olduğunu anlasın, alın tərinin fərqinə varsın. Yorulmayan insan istirahətin qədrini bilməz, acmayan insan çörəyin qədrini bilməz. Vəzir, gəl bura. Padişah sağ olsun, buyurun. Get mən oğlumu gətir. Başda padişahım. Buyur atacan. Oğlum, başımın tacı. Gəl səni öz ölkəmin əyalətlərinin bir başçısı təyin edim. Padişahın oğlu əlalətlərdən birinin başçısı olduqdan sonra hər kəsin dərdini, qəmini işləyir ki, heç darıxmağa belə vaxtı olmurdu. Bunu görən oğul qərara gəlib atasına təşəkkür etməyə gəlir.
müəllim, mən çox insanlarla ünsiyyətdə oldum və nəticədə anladım ki, insan həyatının mənası nə pulda, nə varda, nə də dövlətdir. İnsan həyatının mənası əməkdir. Əgər insan öz işini sevə-sevə yerinə etsə, deməli öz həyatını mənalı etmir.